Değerli izleyiciler, Bərdə maşın bazarındayıq. Videomuzun ikinci hissəsi bu cür maşınlardır. Müəyyən maşınlarda biz sahibləri icazə verəndə çəkib göstəririk. Videoda 1.11'imiz var. Görə icazə versələr bunu da sizlər üçün çəkib göstərəcəyik. Qardaş, Allah xeyir versin. Çox sağ ol qardaşım. 09 maşını. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır? Yaxşı maşındır qardaşım, sərfəli maşındır. Yəni alan içində, öz içində yəni yaxşı bir maşın olur. İli neçədir? İli 92-dir. Siz nə vaxtdan işlədirsiniz? 3 aydır məndədir. Aformut etibarnamə, Etibarnamə. texniki baxışı, sığortası. Hamısı qaydasındadır. Necə bəs test satası olduğunuz 3 ay içərisində? Dəyişirsiniz? Dəyişirəm. Lap yaxşı. Daha yaxşı maşın. Daha yaxşı. Daha Lap gözəl, lap yaxşı. Alandan sonra xərcləriniz nə olub? Onları da deyin bizə. Alandan sonra bu 2 gün bundan qabaq motor padofka yığdırmışam. Amortizatorlarını dəyişdirmişəm 4 dənə. Motorun özün mü yığdırmısınız? Özün zubor yığdırmışam hamısı. İndi necədir? İndi saat çıxmışam. 2 günə bilmək olur, problemi həll olundu yoxsa yox? Birdən görsən qonşularda kimsə deyir motoru yığdırdım, yaxşı eləmədilər, xarab oldu. Liboy Bremye, yəni alan adam da gətirə deyə bilər ki, bir həftədən sonra məsələn motorda problem var, problem yox. Götür gedirəm ustan yana ki, yığdırdım motor budur yığ. Motordakı problemlər həll olunub deyək. Hamısı həll olunur. Korobkası necə? Korobkası da əladır. Atma səs yoxdur. Heç nə yox. Öndə vəziyyət necədir? Qranatların səsi, küyü. Hamısını yığdırmışam. Ümumilikdə periodok yaxşıdır. Periodok sistemi yığdırmışam, xadovka sistemi yığdırmışam, qranatlardır, xadovkasıdır. Hər şeyini dəyişdirmişəm, nə oldu? Ekran necədir? Ekranı salama, yaxşıdır. İş olub yoxsa? Yüngül iş olubdur, amma elə cür belə deyək də bərk yox. Təkərləri yaxşıdır. Arxada eynidirlər yoxsa? Altında yoxdur zədə, polunda. Heç nə. Çürüyüb, pası. Heç nə yox. Qapı, krel, kapot. Heç nə dəyişilmir. Zavoddan gələnlərdir. Zavoddan gələn motoru mən dəmən açdırmışam indiyə kimi. Birinci dəfədir açılıb motor. Korobkası öz radının üstündə gələn korobkadır. Nə gözəl. Kosmetik işləri var yoxsa? Yüngül var kosmetik işləri. Yüngül yəni elə Gözəlləşdirmək istəyən üçün. Şüşələrdə vəziyyət necədir? Qırıq çat yoxdur? Heç nə yoxdur. Yəni göründüyü kimi. Əllə qalxır yəqin ki, yan aynalar elə. Əldən qalxır. Şit 015 şitidir. 15 dedi. Qırıq çat yoxdur, eləmi? Heç nə yox. Oturacaqlarda yüngül var, elə biləm süzülmələr var, hə? Yüngül var, hə, çoxdur. Sürücü tərəfdə var, bəli, sürücü otaqlarında. Belə də normal maşındır. Aparatura yoxdur. Kolonkaları çox gördüm. Bahalı sistemdirmi yoxsa? Normal. 95 manatdır. Hə, eləmi? Yəni elə bahalı deyil. Maşınınızın öz qiymət neçə? 4700 deyirəm qardaşım. Yəni 4500-də yəni real alıcı ilə razılaşmaq olar. 4-5-dən aşağı düşməyəcək. Danışsın da bir zəng eləsin. Özüm 3-4 almışam. Belə deyək də 1500 manat öcə maya qoymuşam hər yerinə. Hə. Onsuz da aldığına verə bilmirsən ki, gərək onun üçün al-ver eləyəsən. Bəli. Mən alanda yəni heç bir şey yox idi içində. Belə deyək də şiti yox idi. Köhnə stil deyil. Hə, şiti də siz qoydurmusunuz. Xərc çəkmisiniz də maşınıza. Hə, yəni özüm üçün yəni yığmışdım. Prosedər dəyişirəm. Əlaqə nömrəsini xatırladın. 070 969 82 42. Hansı rayon? Ağdaş rayonu. Uğurlar arzu eləyirəm. Çox sağ ol. Siz də sağ olun. Təşəkkürlər. Allah xeyir versin qardaş. Çox sağ olun. 06 maşınınızı satırsınız. Bəli. Buyurun məlumat verin. 97-ci 03 motor 4900 manata da deyirik. Bugünkü gündə heç problemi yoxdur. Nə vaxtdan sizinkidir bu maşın? Hardasa bir 6 ay olar. Aformut etibarnamədirmi sənədi? Generalni da verir. Vaxtına var. Var. 6-7 ay var. Alandan sonra xərcləriniz nə olub? Alandan sonra xərclərimiz qabaq təkərləri dəyişmişik. Periodoklar gəzdirmişik. Mühərrik yırdırmamısınız? Yox, hər şey yığdırmışıq. Nədir mühərrik bunlardan? 06? 03. 13 mühərrik. Necədir mühərrik vəziyyət? Yaxşıdır. Yağ azaltmadır, səsdir. Heç bir şey yox. Xarabkası necə? Korobkası 4-dür, yaxşıdır. Yaxşı vəziyyətdədir. Atma, səs. Yox, heç nə yox. Diferdə səs yoxdur. Yox, heç nə. Altı necədir polu? 6 da yaxşıdır. Çürüyüb, pası. Yox. Danqrat yerləri salamat. Salamat. Periodokda səs küy necə? Periodokda heç bir səs yox. Təzəyə çəyir. Təkərləri normaldır. Arxa təkərlər normaldır, qabaqlar təzədir. Dəyişilən. Dəyişilən deyəndə yəqin ki dəyişilmiş olar da 97 maşını. Bilirsinizmi hansılardır yoxsa? Yox, yalan deyil. Kosmetik işi var. Kosmetik şey yox. Bugünkü günə yaxşı vəziyyətdədir. Gözəlləşdirmək üçün eləmək olur. Müəyyən yerlərdə çatlayan yerləri var kosmetik. Belə yerlərində var, o da ki, yəni belə göydən görsənə qədər yaxşıdır. Şüşədə də bir dənə çıt dağı var. Bir dənə, iki dənə də bir zədəsi var. İki dənə yüngül var idi. Yan aynalar əldən qalxır. Yaxşıdırlarmı yan aynalar? Hamısı yaxşıdır.
Şitin üstündə yoxdur ki, Heç bir çatı yoxdur ki, oturacaqlar yaxşı. Yaxşı vəziyyətdədir. Belə də normal maşındır maşınımız. Qiyməti neçədir? 4600 deyilir. 4600-ə deyirsiniz. Endirim də eləsək 4-ə verməyəsiz. 400-ə verərik. Hansı rayondasınız? Bərdə rayonu. Əlaqə nömrəsini deyin. 070 366 1009. Allah xeyir versin. Çox sağ olun. Siz də sağ olun. Qardaş xeyirli olsun. Sağ ol. 07 maşınınız satırsınız. Ha, Buyurun məlumat verin. Rəng necə maşındır? il 2005-dir. Qiymət də 4500. Alan olsa aşağı gəlir. Nə vaxtdan sizinkidir maşın? Arası 6 aydır məndə. Etibarnamə formu. Etmədən. Vaxtdan var. Ha, Texniki baxışı, sığortası. hamısı var. Alandan sonra xərcləriniz nə olubdu? Nə düzəltdirmisiniz? Şöyle 9'da bir de motor sanası. Motoru yığdırmısınız? Yok, yağını değiştirmişim. Motor nədir bunlardan? 16. Necədir motorun vəziyyəti? Yaxşı. Yağ azaltma, səhər. Şey yok. Karabkası. Bir tane Jeep 4'ten turluyor. Ondaki alıcı olsa öyle bir kıymetten çıkar. Düzəltmək olar yoxsa dəyişilməlidir? Yok, düzeltmiyorlar. Difer də vəziyyət necədir? Beşi, ses yok. 6 polo, İdeal vaziyet. çürük pas, Yoktu. danqrat yerləri salamatdırmı? Salamat. Öndə vəziyyət necədir? Pedokda. Periodokta bir de sağ tarafta takıltı var. O da Tiago. Bir tane Tiago. Daş kəsəkli yolda səs edir, eləmi? Terasta eləmir. Təkərlər. Keçədə də şey diyorum böyle. Hə, normaldır təkərlər. Normal keçədə. Qapı, krel, kapot. Nələr dəyişilir? Sol taraf kredi. Bir dənəsi. Ha, bir tane sol taraf kredi. İndi də müəyyən yerlərində elə biləm qurutlu yerlər var, hə? Bir tane krask getirdi var. Kraskalanmalıdır. Maşının şüşələri necədir? Şüşələri yaxşıdır. Qırığı çatı yoxdur ki. Yok yok. Əldən qalxır yəqin ki, yan aynalar. Maşınımızın şitində də bir-iki yerində yüngül zədələri var. Oturacaqlar elə biləm yaxşı tamam. Ha, Belə də normal maşındır. Qiymətini də deyirsiniz, 4500. Real alıcı olsa aşağı yer var. 4000-ə vermək olarmı? Olar. Hansı rayondasınız? Bərdə. Əlaqə nömrəsini deyə bilərsiniz. 070 220 53 30. Allah xeyir versin. Sağ ol. Siz də sağ olun. Təşəkkür. Qardaş Allah xeyir versin. Çox sağ olun. 07 maşınınızı satırsınız. Bəli, satırım. İstəyənlər də var idi bəyəxlarım. Var idi, prosta qiymətdə anlaşmadı. Ona görə dedik qayıt gələcək. Buyurun məlumat verin. Bilək necə maşın. 07 2008-ci ildir. 06 motor, 5 karabka. Maşının kosmetik bakımına heç bir problemi yoxdur. Motorumuz karabka salamatdır. Kolunu da orada maşında aparatörünün bir yerdə verilir. Orijinal maqnitofon, bəndən frigo. 4 dənə təzə lastik var. Maşının da qiyməti 5900-dir. Real alıcının yerdə razılaşır. Nə vaxtdan sizinkidir maşın? Maşın artısa 1 il yarımdır məndə. Aform etibarnamədirmi? Etibarnamədə yəsi tanışdı, ikinci etibarnamədə lazım olsa davamlı da almaq olar. 1 illik vermək olar, yəni istəyən olur. 1 illik etibarnamə. Təzə almışım olsa, Aha. hamısı 8-9 ay belə Texniki baxışı, sığortası. var, vaxtlarında var. Alandan sonra xərcləriniz oldu maşınıza? Ondan sonra zövqə uyğun klassikalardan bu qədər, başqa xərcim olmadı. Mühərrikinə heç baxdırmadınız. Belə ancaq yağ Yağ azaltması var. yox, yağı da yeni dəyişib, bütün filtrləri dəyişib. Səsi də yaxşıdır mühərrikin. Karabkada vəziyyət necə? Karabka 5-li, atma, gecikmə, səs yoxdur. Tifer necə? Diferdə 100-dən 110-dan sonra 100-də səs var, o da ki, yəni 110-dan sonra keçir tənləri, bir dənə 110 aralığında. Dəyişməyə ehtiyac yoxdur hələ ki. Hələ ki ehtiyac yoxdur. O da bəlkə də yağından falandır. Baxacaqda olar. Altı necədir polo? Kolu tərtəmizdir, çürüyü patlıyor. Çürük pas, danqrat yerləri salamat. Salamat. Peredokda vəziyyət necə? Səs-küy yoxdur ki. Təkərlər də deyirsiniz təzədir. Maşınımızın qapı, krel, kapot hansı hissələri dəyişilib? Dəyişən detal var ki, kirədə Önlər sizdən əvvəl olublar, hə? Məndə yəni vurğuda heç nə var. Kraskanda vurdurmusunuz, yaxşıdır. Kosmetik işi yoxdur məncə. Kosmetik bir şey yoxdur, klaskanda 200 ağrıyır. Maşınımızın şüşələri təmizdir, qırığı çatı yoxdur. Əllə qalxırlar, yan aynalar. Bəli, hamısı qalır. Şitin üstündə yoxdur ki, lətkəl. İşte də təzədir. Bizə də sürücü tərəfi ön oturacaqlara əl gəzdirmək lazımdır, elə biləm, eləmi? Sürücü tərəf oturacağın üzünə gəlsin. Lazım belə 100 Bahalda aparatura deyirsiniz var.
Belə də maşınımız normal maşın. Qiymətini də 5900-ə deyirsiniz. Aha, cüzi endirmə olar. Cüzi deyəndə 5400-ə, 5500-ə. Cüzi Təklif eləyirik də biz. O civarda razılaşmaq olarmı? 2500, 600 belə razılaşmaq olar. Əlaqə nömrəsini deyin, sizdən əlaqə saxlasınlar. 050 657 78 82. Hansı rayon? Göyçay rayonu, amma maşın əksər vaxtlar başda olur. Uğurlar arzu edirəm. Əsas o da əlaqə saxlasınlar, maşınımız hardadırsa gəlib baxa bilərlər. Uğurlar bir daha, sağ olun qardaş. Qardaş, xeyirli olsun. Sağ olun. Maşınımız Chevrolet. Chevrolet Nexia. Buyur, məlumat ver, bilək necə maşındır? Chevrolet Nexia il 2022, motoru 1.5, qiymət də 11500. Nə vaxtdan sizinkidir bu maşın? 2 il olar. Aformut etibarnamə. Aformutdur. Alandan sonra xərcləriniz olubdur bu maşına? Bir dənə təqə dəyişilib, bir də şərba dəyişilib. Yəni heç bir problem yoxdur. Motoru 1.5. necədir motorun vəziyyəti? Çox əla, çox qəşəng. Açılıb yığılıb yoxsa? Xeyr, heç bir problem yox. Yağ azaltması, səsi, Heç bir problem maşında ola bilməz. mühərriki yaxşı. Korobkası nədir? Avtomat yoxsa mexanika? Xeyr, mexanik. Mexanikadır. 5-dir. 5. Atma səs yoxdur. Heç nə yox. Ön çəkən maşında yəqin ki. Peredokda vəziyyət necədir? Hər şey qaydasında dura bilər. Qranatların səsi küyü yoxdur ki. Xeyr, heç bir. Təkərləri normaldır, Hər hə? şey normal. Sadə diskləndir, kalpak vurulubdur. Altında vəziyyət necə? Hamısı Çürüyü pası yoxdur ki. xeyr, heç İli təzədir, amma maşını saxlamaqda nasıl? Deyirəm birdən. maşın öz görünür də, çəkiş eləmişsiniz, edə bilərsiniz. Hər şey öz qaydasında. Dəyişiləni yoxdur. Heç nə yox. Qapı, krel, kapı. Kraska necə? Əla, super. Yox, vurulub kraska. Kraskası da vurulub. Kosmetik işləri yoxdur. Xeyr, kosmetik işlər heç bir yox. Maşının şüşələri yaxşıdır. Bircə dənə balaca dağı var. Yan aynalar düymə iləndir. Dördü də düymə ilə. İşte təmiz. Oturacaqlar parça salon. Yaxşıdır, normaldır. Kondisioner yaxşı işləyir. Amma sən super. Belə də normal maşındır. Qiyməti neçə? 11500. 11500 deyirsiniz. Endirmə eləsə nə qədər? Bir 800 manat endirmə eləmək olar. Sonu 11000-dir deyir qardaş. Hə. Hansı rayondasınız? Dərdavan Ləkən. Əlaqə nömrəsini deyin. 050 253 97 49. Allah xeyir versin. Sağ olun. Siz də sağ olun. Qardaş xeyirli olsun. Çox sağ olun. Maşınınız Mercedes C-Class. Bəli, 94-cü il 2.2 dizel sadə motor, 604 motor. Motor yeni dəyişilib, texpasporta qeyd olunub. Korobkada heç bir problem yoxdur. Ancaq göründüyü kimi xırda kosmetik işi var. Əsas periodokun əlcəsidir. Nə vaxtdan sizinkidir? Maşın nə vaxtdan sizinkidir? Maşının 3 ay olar məndədir. Kondisioneri yoxdur. Satma səbəbində kondisioneri olmur. 3 ay içərisində xərc çəkdinizmi maşınınıza? Qoyduğum kassalar olubdur. Yəni belə deyim, istismara yararsız olan detallar yenilənib heç olur. Sıradan çıxan. Sənədi nədir? Etibarnamədirmi? Etibarnamədir belə. Vaxtına var? Bəli, 2027-yə qədər vaxtına var. Texniki baxış sığorta da varmı? Hamısı var. Təkərlər də təzədir, disklər də təzə alınmışıq. Parpet də təzə dəyişilib. Mühərriki deyirsiniz dəyişilib. Siz dəyişdirdiniz Məndən mi? qabaq dəyişilib. Sənəddə qeyd olunub. Bəli, qeyd olunub. Necədir hazırki mühərrikin vəziyyəti? Super. Ya, Eyni mühərrikdirmi yoxsa fərqli mühərrik qoyuldu? Eyni mühərrik. 2-2. Özündə hansı idisə ondan qoyulubdu. İndi yağ azaltmadır, Heç səsdir. bir şey qardaş. Nemesdən gəlməm bəli. Dizel mühərrikdir. Nə qədər yanacaq yandırır? Trasda 48, 49. Korobkası nədir bunların? 5 mexanika. Problemi var korobkanın. Heç bir şey qardaş. Peredo çaşqalı, korobkada, motorda heç bir problem yox. Diferin səsi yox. Cuzi var. Diferdə. Bütün sürətdədir yoxsa Yuxarı sürətdə cuzi səssiz olmur. dəyişmək lazımdır yoxsa narahat eləmir? Ya belə ötürəndə elə bir qiymətə deyirəm ki, ideal çeşka indi məlum məsələ, bazar qiyməti 10.000, 11.000-dir. Düzdür, elədir. Mən də o xərclərini nəzərə alıb 5.5 deyirəm, 5500. 011 qiymətinə. Bəli, Jiguli qiymətinə deyirəm. Altında zədə yoxdur kolunda. Kolunda yox, qabaq danqrat yerində çürük var. Peredokun özü deyirsiniz yığılasıdır yoxsa yığdırmısınız? Yox, yığılasıdır. Səsi var, Peredokda qurunta boyda sürəndə səs var. səs eləyir. Aha. Təkərləri yaxşı deyə bilirəm. Təkər təzədir, diski təzədir. Dəyişiləni var.
Qapı, kril, kapot. Bunlarda bilinmir. Məlumatım yoxdur. Yəni. Ancaq udar vuruq yoxdur. Bunlarda bir o qədər bilinmir. Gərək kompüterə salıb nömrələrlə yoxlayasın. Patresti çat var idi, təzə dəyişdirmişəm. Kosmetik işləri var da, kraskalanmalıdır bir dənə. Kosmetik işləri var. Əsasında Şüşələrində atan yer. yan şüşələr düymə ilə də ələndir. Hamısı düymədən. Dördü də Bəli. işləyirlər. Şitin üstü təmizdirmi? Təmizdir, Ləkədir yoxsa nədir görürəm orada? Necə? Nəsə ləkə görürəm. Yoxsa Yox, tozdur, tozdur, hə? Tozdur, bazarın tozu da məlum. Oturacaqlarda dəri görürəm. Sonradan Arxa- çəkilmədi. Sonradan çəkilmədi, üstündən də setka çıxır. Amma özününki parça olub, hə? Özünkü Əvvəl. parçadır, üstündən koja çıxıldı, o yandırır, ona görə setka Hə. çıxır. Hə. Luk da var, amma deyəsən bağlayıblar, ləğv olunub. Məndən qabaq bağlanır, germet qapanır. Yəqin ki, su buraxma olub deyəm. Belə də maşınımızın qiymətində dedik 5000, 500 manata. 5500 manata deyirik. Alan adam 600-700 manat xərcini qoysun, belə tutmasın. Bilinir ki, Mercedes-liyindən sonra 3 il, 4 il rahat çıxsın. Töv 5-ə vermək olacaq bunu. 5000-ə. Real alacaq olsa danışırıq. Əlqə nömrəsini deyin sizə zəng eləsin. 055 591 0970 Hansı rayon? Yevlax. Uğurlar arzu edirəm. Sağ olun. Siz də sağ olun.